Yolun Ermənistandan keçən hissəsinin çəkilməsi planlaşdırılır. Zəngəzur dəhlizində işlər gecə-gündüz davam edir. 5 ildir regionun diqqəti bu layihədədir. Layihənin bu hissəsində yol yatağının formalaşma səviyyəsinə çatdırılması üçün dağ yarma işləri icra olunur. Qısa müddət ərzində bu işlər yekunlaşacaq və yolun Ermənistandan keçən hissəsinin çəkilməsi planlaşdırılır. Şərqlə Qərbin əsas tranzit mərkəzi hesab edilən layihənin Azərbaycan hissəsində işlərin 95%-i icra edilib. Zəngəzur dəhlizi həm Azərbaycan, həm də qonşu dövlətlər, həm də böyük coğrafiya üçün strateji layihə hesab edilir. Zəngəzur dəhlizinin tunellərə qədər olan hissəsində artıq asfaltlanma işləri yekunlaşıb. Tunellərdə isə işlər son tamamlama mərhələsindədir. Ümumilikdə 6 tunel və 12 kilometr uzunluğu olan bu yol gediş-gəliş ayrı olmaqla təşkil olunub. Bu isə nəqliyyatın istənilən vəziyyətdə fasiləsiz axınını təmin etməyə imkan verəcək. Bu yol tranzit marşrutu qısaltmaqla şərqdən qərbə yük daşıma xərclərini azaldacaq. Elə buna görə də layihənin icrası zamanı perspektivlər nəzərə alınıb. Məsafənin uzun, relyefin çətin olmasına baxmayaraq, layihə plan üzrə davam etdirilir. Layihə üzrə artıq 22 körpü hazırdır. Sonuncu 23-cü körpüdə işlər bir neçə aya yekunlaşacaq. Bura Zəngəzur dəhlizinin inşası zamanı ən çətin mərhələ hesab edilirdi. 300 metr dağın altı ilə partlama üsulu ilə 6,4 kilometr uzunluğunda 2 tunel inşa edilib. Hazırda tunel asfalta hazırlıq mərhələsindədir. Əhmədbəyli, Horadiz, Mincivan, Ağbənd avtomobil yolu 1-ci dərəcəli texniki yol standartları ilə inşa edilir. Bu isə həm yüksək səviyyəli avtomobil yolu hesab edilir. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.